Salam değerli izleyiciler, 20 noyabr 2025-ci il gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq və bu hansı artımlara səbəb olacaq xəbəri diqqətinizə çatdıracağım. Zəhmət olmasa burada üstəgəl işarəsindən toxunub kanalımıza abunə olun. 2026-cı il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşdirilir və Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında qanun layihəsində bu öz əksini tapıb. Layihəyə əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək. Məlumat üçün bildirək ki, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilir və bu o deməkdir ki, 2026-cı il üçün ölkə üzrə yaşayış minimumunun 15 manat, yəni təxminən 5,26% artırılması nəzərdə tutulur. Bundan başqa dəyərli izləyicilər, layihəyə əsasən 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək və məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib. Qanun layihələri birinci oxunuşda qəbul edilib.